8 noyabrın bu şanlı günü iti qovan kimi qovduq düşməni. Ali baş komandan verdi müjdəni. Türk oğlu düşməndən bac alır bugün. Bayrağım Şuşada ucalır bugün. Bayrağım Şuşada ucalır bugün. Tərəfimizdən Karı Bülbülə adlı tədbirimizi açıq elan edirik. İlk nömrəmizi ifa edəcək bizim üçün Nərmin müəllimə. Azerbaycan yaşayacak, Azerbaycan'ın devlet müstakilliği ebedi olacak, dönmez olacaktır. Halkımız daima serbest, öz talihinin sahibi olacak. Ötse de esirler, geçse de iller, senden söyleyecek daima diller. Her zaman kalbimiz anlayabilir. Adınla farklıdır vatanın adı. Ötse de esirler, geçse de iller, senden söyleyecek daima diller. Her zaman kalbimiz anlayabilir. Adınla bağlıdır vatanın adı. Ey ulu önder, ey ulu önder, müstakil devletin gücü yenilmez. Yükselen bayrağım bir daha inmez. Senli günlerimiz geriye dönmez. Ey ulu önder, ey ulu önder, müstakil devletin gücü yenilmez. Yükselen bayrağım bir daha inmez. Senli günlerimiz geriye dönmez. Ey ulu önder, ey ulu önder, ey ulu önder, ey ulu önder. Gelecek esirler diyecek her an, kalplerde yaşayan o dahi insan. Ülkeni tanıttı dünyaya ilham. Adınla bağlıdır vatanın adı. Gelecek esirler diyecek her an, kalplerde yaşayan o dahi insan. Ülkeni tanıttı dünyaya ilham. Adınla bağlıdır vatanın adı. Ey ulu önder, ey ulu önder, müstakil devletin gücü yenilmez. Yükselen bayrağım bir daha inmez. Senli günlerimiz geriye dönmez. Ey ulu önder, ey ulu önder, müstakil devletin gücü yenilmez. Yükselen bayrağım bir daha inmez. Senli günlerimiz geriye dönmez. Ey ulu önder, ey ulu önder, ey ulu önder, ey ulu önder. Kölgələr salan, mənim varlığımın cilası bayraq. Zəfərdən doğulmuş, Göytürkdən qalan, qurdbaşlı bayrağın balası bayraq. Üç rəngli bayrağın kölgəsində mən qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövr qədimdən bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim. Bayraq öz yurduma, öz hakimliyim. Harda əcdadımın ayaq izi var, bu zəfər bayrağım orada dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar, onun huzuruna salama gəlsin. Tarixdən qədimdir, zamandan qoca, mənim bayrağıma həkk olan hilal. Aləmə nur saçdı tarix boyunca, məbədlər başına tac olan hilal. Daim ucalasan, savaş günündə əskər silahına səni tən görüm. Yalnız zəfər günü, şəhid önündə səni alqış üçün əylən görüm. Cenab Ali Başkomandan
Keçibdi boynumuza əsarət adlı halqa. Dua sənə edirik, biri yetişmir haqqa. Müstəqillik verilmir qızıl sinidə xalqa. Millətin azadlığı qırğından, qandan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir. Gülüstan dediğimiz o mənfur müqabilə parçalayıb xalqımı eyləyib aciz kölə. Yandırıb sərhədləri gəlin döndərək külə. Bütün vətən uğrunda igidlər candan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir. Haçanlı xaçpərəstlər qəsdimizə durublar. Yurdumuzu qəsb edib Ermənistan qurublar. Öz işləri naminə daim ara vurublar. Bütün fitnə fəsadlar ara vurandan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir. Mübarizlər, poladlar bütün dünyada məşhur. Görüz, Sisyan, Qubadlı, qoca dağlardan məğrur. Yolumuzu gözləyir, Göyçə, Vedi, Zəngəzur. Ordunun şücaəti başda durandan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir. Tanrı özü yar olsun, ya Məhəmməd, ya Əli. Yolumuz haq yoludur, haydi dostlar irəli. Bütün Türk dövlətləri yumruq tək birləşməli. Millətin istiqbalı birlik Qurandan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir. Romanı fəth edərkən Atilla Katalonda, hüzurunda diz çöküb Roma papası onda. Avropanın fatihi Hunlar olubdu sonda. Alicənablı, mərdlik insana qandan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir. Lübab göndərsə də qoşunuyla Xansini, Mete Xaqan o zaman məğlub eylədi Çini. Axır hakim olacaq cahana İslam dini. Axır hakim olacaq cahana İslam dini. İnsanlığın pak yolu Ulu Qurandan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir. Məhv edin silahları, çiçəklənsin bu cahan. Bütün xalqlar, millətlər qoy yaşasın firavan. Hər cür yardım göstərə gərək insana insan. Ən qədim İpək yolu Azərbaycandan keçir. Dünyanın nicat yolu böyük Turandan keçir.
Şuşanın dağları başı dumanlıyım, kırmızı kaftalı yaşı dumanlıyım. Derdinden ölmeye çoktur dumanlıyım, derdinden ölmeye çoktur dumanlıyım. Ay bıcına danışır, buna tel, ölenim derdinden. Bunu bil, danışmasan da balım var günüm. Ay kız buna danışır, buna tel, ölenim derdinden. Bunu bil, danışmasan da balım var günüm. Şuşada akşamlar yanar buzlar, onlardan güzeldir kendine gözler. Dayanıp yol ister, yolunu gözler. Dayanıp yol ister, yolunu gözler. Buna danışır, buna tel, ölenim derdinden. Bunu bil, danışmasan da balım var günüm. Ay kız buna danışır, buna tel, ölenim derdinden. Bunu bil, danışmasan da balım var günüm. Ay kız buna danışır, buna tel, ölenim derdinden. Bunu bil, danışmasan da balım var günüm. Ay kız buna danışır, buna tel, ölenim derdinden. Bunu bil, danışmasan da balım var günüm. Vətənimizin gücünü bütün dünyaya göstərdi. İndi isə Qərənfildən Xarı Bülbülə doğru kompozisiyamıza tamaşa edək. Çok sınandı bizi zaman, geçer şehir gitti kurban. Sinan 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 olan, İlesken böken bayan. Sinan 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 olan, İlesken böken bayan. Mən aşiq bağlı qaldı, sinəsi dağlı qaldı. Toy otağı bəzəndi, qapısı bağlı qaldı. Şəhidəm, ölmərəm bil, torpağa dönmərəm bil. Ürəklərdə yaşaram, canlıyam, ölmərəm bil. Mən aşiq küfü qaldı, sinədə közü qaldı. Ürəyimdə min arzu, dilimdə sözü qaldı. Onsuz da Paşinyan bunu imzalayacak. Biz onu mecbur ettik. Ancak onu hansısa bağlı bir yerde, kapalı bir yerde
kameralardan uzaq bir yerdə qorxaqcasına, namərcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun hesabına imzalayır. Dəmir yumruğun hesabına. Sevgilim seyre çıkar, Burada gelir baharı, Gülaşır kalbimizin en şirin arzuları. Gülaşır kalbimizin en şirin arzuları. Anadır arzulara her zaman merhaba. Danışan bir dolarım Aman merhaba. Merhaba merhaba. Ana yurdum. Anadır arzulara her zaman merhaba. Danışan bir dolarım her zaman merhaba. Merhaba can merhaba. Ana yurdum. Merhaba can merhaba. Ana yurdum. Bu çemenlerde gezir Vakif'in çok güzeli. Bu çemenlerde gezinir Vakif'in şu gözeli. Ruhunu buradan alır Natava'nın gezeli. Ruhunu buradan alır Natava'nın gezeli. Anadır arzulara her zaman merhaba. Danışan bir babanın her zaman merhaba. Merhaba can merhaba. Ana yurdum. Anadır arzulara her zaman merhaba. Danışan bir babanın her zaman merhaba. Merhaba can merhaba. Ana yurdum. Merhaba can merhaba. Ana yurdum.
Öğretmenlerimiz tərəfindən bir təqdimat hazırlansın. Mənə elə gəlir ki, çox gözəl, birincisi çox gözəl, kostyumlarınız, hazırlığınız, cəfakeşliyiniz, bilirəm ki, uşaqlarla işləməklə eyni vaxtda buna da vaxt tapmaq lazım idi, hazırlaşmaq, kostyumların dalınca qaçmaq, səs yazmaya qaçmaq. Aferin, Mehriban, heç bilmirdim belə gözəl səsin var. Aferin. Mənə elə gəlir ki, bütün digər işçilərimizin də bir çox bacarıqları var, hansıları ki, onlar bir də həyata keçirmək istəyər. Düzdürmü? Gələn bayramlarda da bu ənənəvi olaraq belə bir hazırlıq görək. Yeni ildə, Novruz bayramında, hansında istəyirsinizsə, gözəl günlərimiz olsun. Yəni günlərimiz adi keçməsin, adi işə gəldik, yorulduq, uşaqlarla, valideynlə danışdıq, üstləndik. Heç olmasa aradan belə bir bayram şənliyi keçirək özümüz üçün. Hamımıza xoş təəssüratlar elə gəlir ki, oldu və bu bayram günlərini biz artıq xoş təəssüratla yaşayacağıq. Evdə də danışacağıq, hər yerdə danışacağıq, şəkilləri göstərəcəyik, Facebook səhifəsində xoş qədəm yerləşdirəcəyik. Yəni, belə bir tədbir başqa məktəblərdə olmur. Bu bizim öz kollektivimiz, öz ailəmizin işidir, öz istəyimizdir, ürəyimizdən gələndir. Sağ olsun bizim prezidentimiz ki, bugün biz bunu istəyirik və biz bunu həyata keçirə bilirik. 1000 dəfə sağ olsun, Allah onları qorusun, bizim dövlətimizi qorusun. Dünyada bilirsiniz, görürsünüz nələr baş verir və bizim prezidentimizi necə qarşılayırlar. Baş əyib salam verən var, yol verib, yəni ona yol göstərən var. Bizim prezidentimiz özünəcə büyük, başı yüksək, həmişə yüksəklərdə olsun, hamının içində gəlir. Bütün dövlətlərin başçıları onunla, belə deyək də, sayılıb seçilən bir insandır. Onun sözünü dinləyir, onu eşidir. Çox sağ olsun, Allah onları qorusun. Allah sizləri də qorusun, belə günləriniz çox olsun. Dünən gördünüz ki, Səbinə xanım uşaqlarla çox danışdı, müəllimlərin də bəzilərini dindirdi, danışdı və çox böyük təəssüratla getdi məktəbimizdən. Bilmədiklərini öyrəndi. Rövşən müəllim ona bizim şaxmatımızı, şaşkimizi göstərdi. Onun üçün yeni bir yenilik idi ki, bizim məktəbimizdə bu özəllik var. Uşaqlarımızı gördü, çətin uşaqlarımızı, ağır uşaqlarımızı və valideynlərimizlə tanışdıq. Bilirsiniz ki, bir çox hadisələr olur ki, orada valideynlərimiz ombudsmana o barədə deməmiş, danışmamış olmurlar. Münasibətini bildirdi, bütün bu məsələlərə bilir ki, çox çətindir, bizim uşaqlar da çətindir və birinci mən onu çatdırdım ki, bizim valideynlər çətindir. Valideynlərlə işləmək daha çətindir, nəinki uşaqlarla işləmək. Və özəl uşaqları gördü, amma böyük, müsbət təəssüratla getdi. O yenə də sizin əməyinizin zəhmətidir və dəfələrlə hər sinifdə uşaqlara nəsiyyət verildi ki, müəllimlərinizin bu sözünə qulaq asın, onları incitməyin. Buradan səhnədən də onun sözü təkrar elədi. Yenə də hamınızı təbrik edirəm.